Salam, hər vaxtınız xeyir olsun. Bugün sizindən 26 aprel 2026-cı il tarixində 9-cu siniflər üçün təşkil olunmuş 3-cü zona buraxılış suallarına baxacaq. İzaha getməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək suallara. Birincisi, 27-ci sualda deyir ki, əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu cümləsində altına xətt çəkilmiş sözlər hansı nitq hissəsidir? Əvvəl sözü burada zərfdir. İclasdan sonra, çıxışlı haldan sonradır. Bu nədir? Qoşma mövqeyindədir. Zərf və qoşma cavab variantı. 28-ci sualda nümunələr veribdir. Deyir ki, altından xətt çəkilmiş hissələr əsasında uyğunluğu müəyyən edin. Bircə burada ca ədatdır. Sonra məncə deyir ki, heç kəs sevməz səni məncə. Yəni mən qədər. Burada isə ca qoşma mövqeyindədir. Deməli, qoşmadır. A variantı gedəcək nəyə? İkincisinə. Sonra B variantı fikir mənbəyini bildirir. Bu heç birinə aid deyil. C variantında cümlənin təsir gücünü artırır. Bu ədata aiddir. Ona görə C variantı. Qrammatik mənası var hər ikisinin. Deməli, D variantını ortağa yazdıq. E variantı leksik şəkilçidir. Heç biri. Deməli, 1-ə C, 2-yə D, 3-ə A. Yəni, doğru cavabımız A variantı. 29-cu sualda mış şəkilçisinin feili sifət şəkilçisi kimi işlənmədiyi nümunələri müəyyən edin. Deməli, bir də mənim qızım oxumuş qızdır. Feili sifət burada hansı necə qızdır? Ağaclar dırmaşmış, dəcəl uşaq tək. Burada söz sırası pozulubdur, şeir nümunəsidir. Çevirirəm normal cümləyə. Ağaclar dəcəl uşaq tək dırmaşmışdır deməkdir əslində. Bu, yəni nəqli keçmiş zaman şəkilçisidir. Ona görə biri, ikini götürürəm. Düşünülməmiş adım hansı addım? O feili sifət sadəcə inkarda işlənibdir. Süsənlər də o adamları görmüşmüş. Buradakı mış nəqli keçmiş zamandır. Buradakı mış isə imiş hissəci idi. 4-də götürürəm. Yatmışlar razı deyiləm. Kimsə o yatmış? Yatmış adamları deməkdir. Hansı adamları? Bu da feili, sifətli cavab olmalıdır. 2-4 C variantı. 30-cu sualda sintaktik təhlil istəyir. Cəsarətli əskərləri mükafatlandıran qayğıkeş insan general idi. General idi. Daha doğrusu ordu generalı idi. Ordu generalı idi xəbər. Kim? İnsan. Hansı insan? Qayğıkeş insan. Hansı qayğıkeş cəsarətli əskərləri mükafatlandıran təyin mübtəda xəbər cavab olmalıdır E variantı. 31-ci sualda verilmiş sözlərdən amonim kimi işlənə bilənləri müəyyən edin. Burada cavab D variantıdır. Buruq sözü, buruq saç, bir də ki, buruq neft buruqları. Dolu sözü də dolu qab, sifət kimi, bir də ki, dolu yağan dolu. Cavab D variantı. 32-ci sualda hansı cümlədə sifət işlənməmişdir? A variantı torpaqdan bahar qoxusu gəlir. Torpaq isimdir, bahar isimdir, qoxu isim gəlir də feildir. Cavab olmalıdır A variantı. 33-cü sualda nümunə haqqındakı fikirlərdən biri doğrudur. Mən çox təkid etdim, amma qəbul etmədi. Deyir ki, nəqli cümlələrdən təşkil olunmuşdur. Mən təkid etdim, qəbul etmədi. Bəli, nəqli cümlələrdən təşkil olunubdur. Doğrudur. Cavab elə məhz A variantı olmalıdır. Daha sonra 34-cü sualda şəhərdəki mərkəzə yaxın binalar təmir olundu. Deyir ki, əlavə nəyə aiddir? Bax, əlavə nədir? Mərkəzə yaxın. Onu cümlədən çıxarsaq nə qalır yerdə? Şəhərdəki binalar təmir olundu. Hansı binalar? Şəhərdəki hansı sualına cavab verir? Bu da təyinin sualıdır. Cavab olmalıdır B variantı. 35-ci sualda hansı cümlədə bütün sözlərin yazılış ilə tələffüzü fərqlidir? Sınıq, ürək, sevinməz. Sınıq sözü ğ ilə tələffüz olunacaq. Özündən sonra sait gəlibdir. Ürək sözü xışdırıqla tələffüz olunacaq. Dəyişir. Sevinməz sözündə isə n, b-ya çevriləcək. Sevinməz olacaq. Doğru cavabımız A variantı olmalıdır. 36-cı sualda deyir ki, verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Parçalanmış buludlar arasında təklük ulduz parıldayırdı. Belə bir vaxtda Hürü xanımın qapısını döydülər. 1945-ci ilin bürkülü may gecəsi idi. Deməli, doğrudur. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdir. Baxıram ki, parçalanmış buludlar arasında təklük ulduz parıldayırdı. Parıldayırdı xəbər nə? Ulduz. Bəli, baş üzvlərin hər ikisi iştirak edibdi. Biri götürdüm. 2. Həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxslidir. Baxıram ki, ikinci cümlə döydülər kim? Onlar qeyri-müəyyən şəxslidir. Üçüncü cümlə isə bütövlükdə xəbər olduğu üçün, daha doğrusu 1945-də bütövlükdə xəbərdir. Bu şəxsiz cümlədir. Ona görə ikinci fikir səhvdir, silirəm. Sağ tərəfdən yanlışların altından yanlışları seçməliyəm. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mübtədası təsəvvür edilmir. Bəli, bu doğrudur. Çünki şəxsiz cümlədir. Yanlışın altında olduğu üçün götürmürəm. 4. İkinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxslidir. Baxıram ki, ikinci cümlə ümumi şəxsli yox, qeyri-müəyyən şəxsli cümlədir. Yəni, verilmiş fikir yanlışdır və yanlışın altındadır. Götürməliyəm. 1-4 cavabım olmalıdır B variantı. Bunlar bizim qrammatika suallarımızdır. Növbəti videoda mətn suallarını paylaşacağam. Dərslərimiz haqqında məlumat almaq üçün 055 889 44 59 nömrəsinə yazın və ya zəng edin. Videonu bəyənin və paylaşın ki, daha çox insana çata bilsin. Sağ olun.